Yaxşı. Qulaq sən. Bax buradan videoda dediyim şeylərə fikir verin. Onları nəzərə, çünki testologiyada ən çox düşmə ehtimalı, yəni əsas budur. Yaxşı, Slavyanlar. Slavyanlar bugünkü müasir dövrdə Ruslar sayılacaq, yəni Ruslarda sakit. Ruslar sayılacaq, Ərəbcədən belə deyək də verilir orada Ruslar. Slavyanlar indiki Şərqi Avropa bölgəsində yaşayırlar, indiki elə Rusiya ərazisində, Ukrayna, Belarus ərazisində yaşayırlar. 7-8-ci əsrdə, hansı ki Ərəb xilafətinin ən güclü dövrləri olan bir vaxtda, bunlar İdil çayı və hətta Volqa çayına, Xəzər dənizinə gəlirdilər, ticarət əlaqələri yaradırdılar Şərq ölkələrindən və qayıdıb gedirdilər. Lakin, belə deyək də, xilafətin zəifləməsi və xilafətin zəifləmə nəticəsində bu bölgələrdə olan feodal pərakəndən istifadə edən Ruslar və hətta Slavyanlar, belə deyək də, bir növ dağıdıcı və qarətçi yürüşlərə doğru istiqamətdə. Ümumiyyətlə, Azərbaycanda Slavyanlar yürüşləri hər zaman bu irəci saxlanır. Testologiyada bu biraz çox qəribə düşür. Uşaqlar hər zaman bunu fərqli əsl götürürlər. Amma ilk Slavyan yürüşləri 9-cu əsrin sonlarında başlayacaq. Sonlarında. 9-cu əsr sonu. Amma mütəmadi, yəni tez-tez baş verməsi 10-cu əsrdə baş verəcək. 10-cu əsr. Birinci yürüş 909-cu il, ikinci yürüş 910, üçüncü yürüş 914, dördüncü yürüş 944-cü il olacaq. Dedi ki, 909-910 yürüşlərində bunlar Sarı və Abbasqan adalarına hücumlar edirlər, Sarı Abbasqan adalarına qarət edirlər və geri çəkiləcəklər. Və bu adalardakı əhalini bir növ eddə çapıb talayacaq, sərvətlər götürüb geri çəkiləcək. Ən güclü, yəni hərbi donanmanın daha çox olduğu, saylarının daha çox olduğu yürüyüş isə 914 yürüyüşü olacaq. 914 yürüyüşündə onlar Xəzər xaqanlığından icazə almışdılar. Razılaşma da belədir ki, əldə olunacaq qənimətin müəyyən bir hissəsi Xəzər xaqanlığına veriləcək və Xəzər xaqanlığı da onlara icazə verir ki, öz ölkələrindən gəlsin, keçsin Azərbaycan. Çox böyük yürüyüş olacaqdır. Gilan bölgəsini tamamilə, yəni bir növ belə deyək də, bu ərazilər, ya da bu ərazilər bütöv şəkildə bu ərazilərin hamısı və Gilan bölgəsini falan hamısını bütöv çapıb talayacaqdılar. Adalara hücumlar eləyəcək, bugün Xəzər dənizindəki olan adalara, liman şəhərləri hücumlar eləyəcəklər 914-də və böyük bir qənimətlə öz ölkələrinə geri qayıdacaq. Lakin bunlar Xəzər xaqanlığı ərazisindən keçən vaxtı Xəzər xaqanlığındakı olan türk tayfaları, türk daha doğrusu müsəlman tayfaları xaqana deyirlər ki, bəs bunlar bizim din qardaşlarımızı çox böyük arzulara və acılara səbəb olublar, qarət edib, dağıdıblar və icazə verir, biz bunlara hücum edir. Xəzər xaqanında həmin o tayfalara icazə verir, Bulqarlardır, Barsillər idi, Amartlar idi. Bunlara icazə verir və bunlar Slavyanlar üzərində hücum edirlər, Slavyanları darmadağın edir, hətta Slavyanlar əldə elədiyi qənimət qoyulub, qaçılır. Çar özünün, bir növ, çar deməkdə Drujuna rəhbəri deyək, yəni komandan özü ancaq canını qutarıb qaçacaq. Və 914 yürüyüşü də beləliklə təqribən demək olar ki, 30 ilə yaxın bunlar Xəzər dəniz sahilini görünməyəcək, çünki qorxularından görünməyəcək. Və 944-cü il yürüyüşü isə digər yürüyüşlərdən fərqli olaraq işğal məqsədi ilə gəlir. Yəni digərləri ancaq qarət idi, gedim, belə dedik, gedim, çapım, talayım, geri qayıdım, amma bu isə işğal məqsədinə gedir. Yenə, yəni gəl buranı tutmaq istəyir. Yox, arada Xəzərlər yoxdur. Xəzərlər olsa da öz qüvvələrinə gələcəklər. Yenə gəlirlər, Xəzər dənizindən gəlirlər, bu tərəfdən gəlir, Kür çayından qalxırlar. O dövrdə Aranın ən zəngin şəhəri, Aranın mərkəzi hesab olunan Bərdəyə hücuma keçilir. Bu vaxt Bərdə 944-də bilirsiniz ki, Azərbaycanda Salari dövləti mövcudu idi, Azərbaycan vahid halda Salarilərə birləşdirilmişdi və Bərdə Salarilərin tərkibinə. Bərdə hakimi, söhbət şəhərin hakimindən gedir, şəhər hakimi ordusu zəif olduğu üçün ciddi müqavimət göstərə bilməyəcəkdi və Bərdə 944-də Slavyanlar tərəfindən işğal ediləcəkdi. Bu vaxt əhalinin yığacaqda deyəcəklər şəhəri tərk eləsinlər, tərk eləməyənlər isə öldürəcəkdilər. Həmçinin onları məscidə yığacaqdılar, hərəsindən müəyyən bir miqdar, 20 dirhəmə yaxın pul alacaqdılar ki, verə bilməyənləri yenə də öldürəcəklər. Qətillər falan. Bu vaxt Salari hökmdarı Mərzban ibn Məhəmməd Bərdəni xilas eləmək üçün gəlir ordusu ilə, böyük bir qüvvə ilə, gəlir ordusu ilə Bərdə şəhərində mühasirə alır. Amma
eşidir ki Mosul hakimi cənuba hücum eləyir. Xoy və Salmasa. Təbii ki, Xoy və Salmasa hücum eləməsi Ərdəbilə böyük təhlükə idi. Ərazisini pozacaqdı Mosul hakimi. Ona görə burada kiçik bir qüvvə qoyur, özü gedir Mosul hakiminin üzərinə və Bərdəni xilas eləmək planı iflas olur. Amma Slavyanlar Bərdənin hökmünü bilməyəcək. Bir, əhalinin bunlara tabi olmaması, yəni itaat eləməməsi. İki, yayılan xəstəliklər və Slavyanlar burada məskunlaşa bilməməsi. Ona görə də 945-ci ildə Slavyanlar Azərbaycanı, daha doğrusu Bərdəni tərk etmək məcburiyyətinə qalacaq. Slavyanlar adətən yürüyüşləri zamanı bu yürüyüşləri bəzən Azərbaycanda yerli dövlətlər də çağırırlar, yerli feodal hakimlər çağırırlar ki, öz rəqiblərinə qarşı mübarizə aparacaq. Bu çağırmalardan biri də, köməklərdən biri 987-ci ildə Dərbənd əmiri Slavyanlar köməyə çağırır ki, yerli feodala qarşı müharibə aparsın və yerli feodala tabe etdikdən sonra hətta Dərbənd əmiri böyük hədiyyələrlə Slavyanlara yola salır və Slavyanlardan bəzilərinin müəyyən bir ordu hissəsini özünün yanında saxlayır ki, rəqiblərə qarşı hər hansı bir mübarizədə onlardan kömək edilsin. Bu sizin 10-cu əsr yürüyüşləri. 11-ci əsr yürüyüşlərinə baxdığımızda isə bu yürüyüşlər 1030, 1032, 1033-cü il yürüyüşləri olacaq. 1030-cu il yürüyüşündə bunlar Şirvana hücum edirlər, Şirvanşahlar dövlətinə. Şirvan şəhərini dağıdırlar, 10.000 Şirvanlı qılıncdan keçirilir. Hətta belə deyək də, bu yürüyüşdə birinci Şamaxını və digər ərazilərin qarşısını alsın deyə Şirvan hökmdarı Slavyanların əraziləri, yəni Slavyanların irəliləməsinin qarşısını alsın deyə Şirvan hökmdarı Arazın qarşısını Bəndlə kəsəcəklər. Kimi Kür və Arazı sayının Bəndlə kəsəcək, onlar irəliləməsin. Bu vaxt 1030-cu ildə Şəddadi hökmdarı keçmişi Musa ibn Fəzi qardaşın Beyləqanda üsyanını yatırmaq üçün Slavyanları köməyə çağırır. Beyləqan üsyanını yatırdıqdan sonra onları böyük hədiyyələrlə Bizans ərazisindən yola salacaq. 1032-ci ildə iki dəfə Şirvan üzərinə hücuma keçirlər. Yenə Şirvan dağıdılır, yandırılır. Bu vaxt geri qaydanda Dərbənd hakimi yerli əhalilə birləşib Slavyanları darmadağın edəcək. Və Slavyanlardan, belə deyək də, Slavyanlar Dərbənd hakimindən intiqam almaq məqsədinə 1033-də Slavyan alan sərirlərlə birlikdə hücuma başlayacaq. Slavyan alan sərirlərlə birlikdə başlanan hücumda Dərbənd üzərinə hücum edirlər, lakin Dərbənd hakimi yenə onları məğlub edib yola salacaq. Alanların hücumların baş verməsi 1062 63-dən oxşar cəhət sayılır, Şəddadinə oxşar cəhət sayılır. Bir də 72 74 Albaniyadan oxşar cəhət sayılır. Bunu yadınızda saxla. Slavyanlar Azərbaycanı, belə deyək də, 11-ci əsr yürüyüşləri bunlardır. Sonuncu Slavyan yürüyüşləri 1175-ci ildə yenə Dərbənd üzərinə baş verir. Dərbənd şəhəri. Bu yürüyüş 1175-i 1033-dən oxşar cəhət eləyəcəkdir. 1033 yürüyüşünə Dərbənd üzərinə baş verməsi, sırf Dərbənd istiqamətinə baş verməsi. 1175-də bu vaxt Şirvanşah hökmdarı 1-ci Axsıdan güclərlə birlikdə Slavyanları Dərbənddən qovacaq. Slavyanlar niyə Azərbaycana belə asanlıqla yürüyüşlər edirdi? Yürüyüşlərin eləmə səbəbləri vahid dövlət yox idi, Xəzər dənizində hərbi donanma yox idi, bir də Azərbaycanda feodal pərakəndəlik olması. Şimaldan Azərbaycana qarətçi yürüyüşlərin baş verməsi Azərbaycanın 9-11-ci əsr, yəni Slavyan yürüyüşlərini 1-3-cü əsr alandan yürüyüşlərindən də oxşar cəhət vermək olar. Yəni qarətçi məqsədindən gəlməklərini verə bilərsiniz. Yəni bu da sizin Slavyan dərsiniz.